Vaxtınız xeyir. Bugünkü mövzumuz lençəkilli qurtlar sinifi olacaq. Biz bundan öncəki dərsdə yassı qurtlar tipinin, kirpikli qurtlar sinifi və sorucu qurtlar sinifini öyrəndik. Bugünkü mövzumuz lençəkilli qurtlar sinifidir. Lençəkilli qurtlar sinifini birinci öküz soliterin misalında öyrənək. Öküz soliterdə qaraciyər sorucusunda olduğu kimi parazit həyat tərzi keçirir və iki sahibi var. Əsas sahib və aralıq sahib. Biz öyrəndik ki, əsas sahibdə cinsi çoxalma, aralıq sahibdə isə qeyri-cinsi çoxalma baş verirdi. Öküz soliterinin şəkli bizə burada göstərilibdir. Xarici quruluşuna baxanda başcıq, qısa boyuncuq və çoxlu sayda boğumlardan ibarətdir. Hətta biz deyirik ki, 1000-ə qədər boğumlar ola bilir. Və başcığında 4 ədəd sormacı vardır ki, həmin sormacı yalnız və yalnız yapışmağa xidmət edir. Məsələn, qaraciyər sorucusunda ağır sormacı həm qidalanmağa, həm yapışmağa, qarın sormacı isə yalnız yapışmağa xidmət edirdisə, öküz soliterində sormacılar yalnız yapışmağa xidmət edir. Və yeni boğumlar boyuncuq hissəsində əmələ gəlir və ölçücə kiçik olurlar. Yetkin öküz soliterinin uzunluğu təxminən 4-10 metrə qədər olur. Yetkin forması öküz soliterinin nazik bağırsaqda, sürfə isə qaramalın əzələsində parazitlik edir. Həzm sistemi necədir? Həzm sistemi deməli xüsusi bir həzm sistemi yoxdur. Belə deyək də, öküz soliterinin. Həzm olunmuş qida qalıqlarını bağırsaqda yaşadığı üçün bütün bədən səthi ilə sorur. Hətta biz deyə bilərik ki, bədən səthi insanın nazik bağırsağında olan xovları xatırladır ki, biz bilirik ki, xovların funksiyası da neyinir? Qida maddələrini belə deyək də ötürməkdir. Çoxalması və inkişafı. Çoxalması hermafroditdir. Bütün yassı qurtlarda olduğu kimi öküz soliterdə hermafroditdir. Və biz bunu bilməliyik, neçə toxumluq, neçə yumurtalıq var mütləq. Məsələn, gəlin yadımıza salaq. Axplanaridə biz dedik ki, 2 yumurtalıq çoxlu sayda toxumluq. Qaraciyər sorucusunda dedik 1 yumurtalıq, 2 toxumluq. Öküz soliterində isə deyirik 1 yumurtalıq, 2 paylı 1 yumurtalıq və çoxlu sayda toxumluqdan ibarətdir. Və sahib dəyişməklə deməli belə deyək də bu qurd öz inkişafını tamamlayır. Əsas sahibi insandır, aralıq sahibi mal-qaradır və bildiyimiz kimi də həmişə əsas sahibdən yumurta çıxır və yumurta nəcis vasitəsilə xaricə düşür. Qara mal yediyi otla bir yerdə əgər bu yumurtanı udarsa, yumurtadan 6 qarmaqlı sürfə çıxır. Turş mühitdə biz deyirik ki, bu sürfə çıxır. Çünki mədədə çıxdığı üçün turş mühit deyə bilərik. Və həmin 6 qarmaqlı sürfə bağırsaqdan keçir qana və qanla gəlir əzələlərə. Əzələlərdə isə noxud boyda finnaya çevrilir. Bəs finna nədir? Finna gələcək soliterin başçığı və boyuncuğudur. Finna mərhələsində ümumiyyətlə çoxala bilmir. Niyə? Çünki finnanın buğumu yoxdur. Biz də bayaq qeyd elədik ki, yumurtalıq və toxumluqlar buğumda olur. Ona görə də finna çoxala bilmir. Gəlin bu tərəfdə şəkil var, o şəklə baxaq. Deməli, inkişaf siklinə baxın. Burada həm insanı göstəriblər, həm də ki, mal-qaranı. Yəni, əsas sahibi insandır, aralıq sahibi mal-qaradır. Əsas sahibi yumurta qoyur və yumurtadan, belə deyək, həmin mal-qara ota yapışmış yumurtanı udanda gedir 6 qarmaqlı sürfə çıxır onun həzm sistemində və 6 qarmaqlı sürfə bağırsağı dəlib qana keçir. Qanla gələcək, deməli, belə deyək də, bağırsağa, əzələləri, üzr istəyirəm, əzələlərdə isə noxud boyda finnaya çevriləcəkdir. İnsan da belə gedib əti, finnalı əti alıb yeyəndə, yaxşı bişirilməmiş əti yeyəndə artıq teniarinxoz xəstəliyinə yoluxmuş olur. Deməli, heyvanlarda bu xəstəliyə finoz deyirik, insanlarda teniarinxoz deyirik. Deməli, necə oldu? Gəlin, burada da sxem şəklində göstəriblər. Əsas sahibdən yumurta çıxdı. Əsas sahibi finna daxil oldu. Biz dedik ki, yaxşı bişirilməmiş mal ətini yedikdə finnanı unutmuş oluruq və o bizdə yetkin fərdə çevrilir və yumurta qoyaraq beləcə inkişafını davam elətdirir. Mal-qara isə aralıq sahibi həmin yumurtanı udur və yumurtadan onun əzələsində finnalar, kiçik finnalar əmələ gəlir. Daha sonra keçək lençəkilli qurtlar sinifinə aid olan digər heyvanlardan biri də dənəvər exnokokdur. Dənəvər exnokokun da bədəni başcıq, boyuncuq, lakin bunlarda boğumların sayı çox deyil, 3-4 ədəddir. Başcıq, boyuncuq və 3-4 ədəd boğumdan ibarətdir. Öküz solterindən fərqli olaraq bunlarda başda 4 ədəd sormaçdan əlavə 2 ədəd, belə deyək də, 2 cərgədə düzülmüş qarmaqcıqlar da vardır. Həmin qarmaqcıqlar
yapışmağa xidmət edir sahibin bədəninə. Yetkin forması bağırsaqda yaşayır. Sürfəsi isə aralıq sahibin daxili orqanlarında parazitlik edir. Gəlin görək indi bu exinokokun inkişaf sikli necədir? Exinokokun əsas sahibi yırtıcı heyvanlar, aralıq sahibi insan və mal-qara da ola bilər. Yəni kənd təsərrüfatı heyvanları olur. Yenə də əsas sahibin bədənindən nəcis vasitəsilə yumurtalar xaricə düşür və məsələn biz əgər it pişik saxlayırıqsa və onun belə deyək, exinokoku varsa, bu zaman o yumurta qoyacaq və biz it pişiyi tumarlayanda əlimizi yumadan əlimizi ağzımıza aparanda bu zaman onun yumurtalarını udmuş oluruq. Yenə də yumurtaları udanda öküz soliterində olduğu kimi aralıq sahibinin həzm sisteminə düşən yumurtalardan alt qarmaqlı sürfə çıxır. Sürfə deməli qan vasitəsilə daxili orqanlara gedir. Bu müxtəlif orqanlar ola bilər. Ağciyər ola bilər, qaraciyər ola bilər, hətta beyində ola bilər, biz deyirik ki, gedir və burada finnaya çevrilir. Və buna iri qovuqlar da deyə bilərsiniz. Məsələn, kitabda iri qovuq da görə bilərsiniz. Yəni finna deməkdir. Və belə qovuqlara malik olan, məsələn, tutaq ki, əgər mal-qara kəsilibsə və baxırlar ki, onun ağciyərində, qaraciyərində və yaxud hansı bir daxili orqanında belə qovuqlar varsa, məsələn, onu itə pişiyə atırlar normalda. Əslində itə pişiyə atmaq düzgün deyil, çünki o xəstədir və onu it pişik yesə, onun bədənində, belə deyək də, bağırsağında yetkin fərdə çevriləcək. Ona görə əslində onu ya yandırmalıdırlar, ya lap dərin basırmalıdırlar ki, onu it pişik çıxara bilməsin. Yəni belə finnalı mal-qaranı yırtıcı heyvanlar yeyərsə, yetkin fərdə çevrilir və beləliklə inkişaf sikli davam eləyir. Exinokokun törətdiyi xəstəlik isə exinokokkoz adlanır. Deməli, əsas sahibi yırtıcı heyvanlar oldu, aralıq sahibi insan və yaxud da mal-qara ola bilər. Necə olur? Yetkin fərd yumurta qoyur və yumurtanın aralıq sahibi udanda alt qarmaqlı sürfəyə çevrilir və onun içərisində, qovuq içərisində sürfə, yəni finna olur və finnanı da yenidən əsas sahibi, belə deyək də, həmin o finnalı əti yeyəndə yenidən yetkin fərdə çevrilir və beləliklə inkişaf sikli davam eləmiş olur. Exinokok da bu qədər. Deməli, öyrənəcəyiniz mövzular öküz soliteridir və exinokokdur. İnşallah gələn dərs isə saf qurdlar deməli dərsini öyrənəcəyik.